8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bəyanat. 8 Mart dünyada qadınların bərabərlik, ədalət və insan ləyaqəti uğrunda bir əsrdən artıq davam edən mübarizəsini xatırladır. Bu günün kökü 20-ci əsrin əvvəllərində qadın işçilərin mübarizəsinə dayanır. Qadınlar səs vermə haqqı, ədalətli iş durumu və ayrı-seçkilik yapısının son bulması tələbi ilə ayağa qalxdılar. Amerikada qadın işçilərinin tətil aksiyalarından tutmuş, 1910-cu ildə Sosialist Qadınların Beynəlxalq Konferansında bugünün rəsmi şəkildə qeyd olunmasının təklif edilməsinədək 8 Mart qadınların zülmə və bərabərsizliyə qarşı qlobal həmrəyliyin simvoluna dönüşmüşdür. Bugün biz İran qadınları Türk, Kürd, Ərəb, Bəluç, Lor, Gilək və bu toprağın digər millət və kültürlərinə mənsub qadınlar olaraq ölkəmizin önəmli və tarixi dəyişikliklər ərəfəsində olduğu bir zamanda bu günü qutlayırıq. İran müxtəlifliyin ölkəsidir. Dillərin, kültürlərin və kimliklərin zəngin olduğu bu coğrafiyanın tarixinin qurulmasında hamısının payı olduğunun bir bölgədir. İranda qadın məsələsi ölkə miqyasında olan bir məsələdir. Lakin eyni zamanda milli dil, sinfi və bölgəsel ayrı-seçkiliklə dərin şəkildə bağlıdır. İranın müasir tarixi göstərir ki, qadın məsələsi heç vaxt əsaslı və köklü şəkildə həll olunmamışdır. Pəhləvilər dövründə bəzi hüquqi və eğitim düzənləmələr həyata keçirilsə də, geniş savadsızlıq, erkən yaşda evlilik, ucqar bölgələrdə yaşayan qadınların təhsil və sağlıq xədəmatından məhrum qalması, eləcə də dərin sinfi uçuruma səbəb olması danılmaz bir gerçəkdir. Mərkəzçi eşitsizliyin genişlənmə siyasəti, coğrafi və ictimai baxımdan haşiyədə yaşayan bir çox qadını ən təməl haqlarından belə məhrum saxlamışdır. İran İslam Cumhuriyyəti qurulduqdan sonra bu sorunlar nəinki yapısal baxımdan aradan qaldırılmadı, əksinə açıq şəkildə qadın və əleyhinə olan qanunlar rəsmi və şər'i çərçivəsində dərinləşdi. Eləcə də cinsi ayrı-seçkilik, miras, şahidlik, hizanət haqqı, zorunlu geyiniş, məslək və ictimai qısıtlamalar kimi müxtəlif sahələrdə qanuniləşdirildi və bugün qarşı-qarşıya olduğumuz durum cəmiyyətin yarısını ikinci dərəcəli vətəndaş kimi təyin edən bir növ cinsiyyəti apartheiddir. Bir çox məhrum bölgədə erkən yaşda evlilik, təhsil yoxsulluğu və iqtisadi məhrumiyyət hələ də qızların həyatını məhdudlaşdırır və onların taleyini ilk başdan müəyyən edir. Bugün 8 Martı qutlarkən İranın gələcəyi haqqında müxtəlif səslər eşidildiyi bir dövrdəyik. Bu şəraitdə dərin bir nigaranlıq var. O da budur ki, xaricdən müəyyən əllər və ya bəzi güclər mərkəzçi və vilayət-i fəqih prinsipinə əsaslanan bir faşizm formasını başqa bir mərkəzçi və xandanlıq faşizm modeli ilə dəyişdirməyə çalışa bilirlər. Hakimiyyətin simasının dəyişməsi, ayrı-seçkilik yaradan yapılanmalar dəyişmədiyi müddətdə qadınların və digər kənara ittirilmiş qrupların azadlığı üçün heç bir təminat yaratmayacaqdır. Biz inanırıq ki, qadınların azadlığı toplumun azadlığından ayrılmazdır. Hakimiyyətin davamlı mərkəzləşməsi, yapısal ayrı-seçkilik, kültürel çeşitliliğin boğulması və hüquqi bərabərsizliyin sürdüyü heç bir toplum cinsi bərabərliyinə nail ola bilməz. İran qadınları üçün ədalətli gələcək yalnız demokratik, sekülar, qeyri-mərkəzləşdirilmiş
və insan haqlarına sadiq bir sistem çərçivəsində mümkündür. Elə bir sistem ki, orada bütün vətəndaşlar cinsiyyətindən, etnik kimliyindən, dilindən, dinindən və coğrafi mənşəyindən asılı olmayaraq bərabər haqlara sahib olsunlar. 8 Mart bizim üçün təkcə simvolik bir gün deyil, bu tarixi məsuliyyətimizi xatırlatma günüdür. Biz bir-birimizin yanında çeşitliliyi qoruyaraq və fərqlərə hörmət edərək belə bir İran üçün çalışırıq ki, orada heç bir qız cinsiyyətinə görə təhsildən məhrum qalmasın, heç bir qadın haqsız qanunlara görə alçaldılmasın və heç bir insan kimliyinə görə kənara atılmasın. Biz bu toprağın Türk qadınlarından ibarət interseksional feminizmə inanan Türk Qadınlar Mərkəzi olaraq bu il Beynəlxalq Qadınlar Günündə bunları hayqırırıq. Hər tür despotizmə son. Cinsi apartaydına son. Yaşasın demokratik, azad, sekülar və qeyri-mərkəzləşdirilmiş İran.